Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve la'netullahi ala adaihim ecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrahli sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Kərbala məktəbi izzət məktəbidir. Hər kəs Kərbalayı olsa, izzətli olar. Keçən gecə biz bu barədə danışdıq. Necə edək ki, izzətli olaq, əzəmətli olaq, şəxsiyyətli olaq. Şəxsiyyətli olmaq, bilirsiniz də, dərəcələri var. İzzətli olmağın da dərəcələri var. Hər bir insanın şəxsiyyəti var. Onu qorumaq və inkişaf elətdirmək hər bir insanın vəzifəsidir. Kərbala məktəbində biz bunu öyrənirik. İnsan ola bilsin adi vəziyyətdə öz şəxsiyyətini qoruyur, izzətini qoruyur. Amma vəziyyət ağırlaşdıqca ola bilsin qoruya bilməsin. Bəzi insanlar var, vəziyyəti biraz ağırlaşır, görürsən, yavaş-yavaş öz izzətini ayaq altına atır. Ümumiyyətlə, bugün dünyanın zalimlarının siyasəti bundan ibarətdir. İnsanları iqtisadi baxımdan sıxırlar, mənəvi baxımdan sıxırlar ki, onlar öz şəxsiyyətlərini qorumasınlar, izzətlərini əldən versinlər. Kənar təsirlər insanın izzətinin aradan getməsinə gətirib çıxarda bilər. Necə edək izzətimizi qoruyaq? Necə edək ki, izzətimizi daha da artıraq, daha da hörmətli olaq? Evdə, ailədə, qonşuda, qohum arasında, cəmiyyətdə. Digər bir amil haqqı qəbul etmək amilidir. Birinci dedi, dua etmək lazımdır. Birinci amil duadır. Allahdan istəməliyik. İkinci, tox olmaqdır. Aleyküssalam. Acgöz insanlar zaman-zaman öz izzətlərini, şəxsiyyətlərini əldən verəcəklər. Ona görə də tox olmaq əsas amillərdən biridir. Üçüncü amil haqqı qəbul etmək. Mən özümdən demirəm, imam buyurur, Əl-əzzu ən təzillə lil-haqqı idə lədimək. Haqqı qəbul etsən, izzətli olarsan. İzzətdir, haqqı qəbul etməklə əldə etmək olar. İzzəti haqqı qəbul etməklə əldə etmək olar. Bu çox mühüm bir məsələdir. İnsan əvvəl gərək bilə kimdir, nə istəyir. Biz gündə bu məsələlərlə rastlaşırıq, qabağımıza çıxır, haqqı eşidirik, görürük, filan kəs düz deyir. Bəzən qəbul edirik, bəzən qəbul etmirik. İmamlar Peyğəmbərimizdən belə bir hədis var, buyurur, mömin öz düşmənindən də haqqı qəbul edər və dostundan batili qəbul etməz. Bəzən batildir, bilirik də batildir. Amma çünki dostumdur, ya qohumumdur, ya digər mənafi orada görürəm, hər hansı bir mənafiyim var, o batili qəbul edirəm, ya da susuram. Görürəm, haqq deyir, amma çünki o adam mənimlə düşməndir, o adamı mən sevmirəm, o adam məndən uzaqdır, mənə yaxın deyil, haqqı qəbul etmir.
Allah Teala Quran-ı Kerimdə buyurur, Bəni İsraillər gəldilər Peyğəmbərin yanına, İsrail övladları. Dedilər, əgər sən bizim bu aramızda qətlə yetirən insanın qatilini tanıtdırsan bizə, biz sənə iman gətiririk. Bir nəfəri öldürmüşdülər Bəni İsraildə. Biz iman gətirərik. Allahın Rəsulü Musa Peyğəmbər təbii olaraq Allahdan kömək istədi. Allahdan bu suala cavab verməyə yardım istədi. Allah Teala buyurdu, onlara de, inəyin başını kəssinlər, bir inək kəssinlər. İz qala Musa li qavmi innallah ya'murukum an tazbahu baqara. Allah deyir, bir bəqərə kəsin, inək kəsin. Niyə inək kəssin? Bu özü bir mövzudur. Qısa deyim ki, Bəni İsraildə buzova, inəyə bir simpatiya var idi. O sevgi, məhəbbət onları buzovpərəst etdi. Və uşribu fi qulubihimul iclə bi kufrihim. O iclin, buzovun məhəbbəti onların qəlbinin dərinliyində var idi. Baxın, Quran buzovdan danışanda, dünya malından danışanda biz onu özümüzə tətbiq etməliyik. Bəni İsraillərin buzovu bir dəfə o adı çəkilən buzov idi. Bir dəfə də balıq tutmaq idi. Balıq tutmağı onlara qadağan elədi. Hər bir insanın bir buzovu var. Bağlandığı bir şey var. Əminən-nəsi mən yəttəxidu min dunilləh əndədən yuhibbunəhum kəhubbillah. İnsanların bəziləri Allahdan qeyrisini Allah kimi sevirlər. Vəllədinə amanu əşəddə hubban lillah. Möminlər isə Allahı daha çox sevirlər. Nəyəsə bağlısan. Bəzən deyirlər ki, filan kəs fanatdır. Deyirəm, dünyada fanat yox. Fanat anlayışı hər hansı bir qrupa, dəstəyə aid deyil. Bütün insanlar fanatdırlar. Ya fanat olacaqsan, ya da özə qəsd eləyəcəksən. Nəyəsə bağlanırsan, nəyəsə sevirsən, nəyəsə daha çox sevirsən. Bu ayədə də Allah onu deyir. İnsanların bəziləri Allahdan qeyrisini Allah qədər sevirlər. Əfəraytə mən ittəxəzə iləhəhu hava. Peyğəmbərim gördün ki, Allah onun nəfsani istəkləridir. Nəfsani istəklərin sənin üçün Allah rolunu oynayır. O nə istəyirsən də həyata keçirmək istəyirsən. Bir mömin bəndə Allahın dediyini yerinə yetirmək istəyir. Öz istədiyini də, öz bildiyində qoyur qırağa. Deyir, Allah nə istəyir, mən də onu istəyirəm. Ona görə Allah buyurur, vəllədinə amən əşəddə hubban lillah. Möminlər Allahı daha çox sevərlər. Amma nəfsinə qul olan insan isə mömin Allaha bəndəlik etdiyi kimi o öz nəfsinə köləlik eləyir. Ürəyi nə istəyir, onu da eləyəcək. Bu insan gərək özünü tapsın, özünü itirib bu. Kimə sən bağlısan, nəyə bağlısan, bu önəmli bir məsələdir. Hər bir insan nəyəsə bağlıdır. Hamı fanatdır. Amma biz Allaha, siz də dünyaya. Bunlar da buzova bağlıydılar. Burada simvolik rol oynayır buzov. Düzdür, onlarda buzova dərin məhəbbət vardır. Amma Quranda bu simvolik gedir. Yəni, sənin buzovun nədir? Birində puldur, birində vəzifədir, birində hər ikisidir. Nəyi nəyə qurban verərsən?
Dedi, o inəyin başını kəsin. İnəyin başını kəssən, qeybin qapıları açılacaq. Kim nəfsinin başını kəssə, Allah qeybin qapılarını onun üzünə açacaq. Sən oturubsan otaqda, görürsən qazın qoxusu gəlir. Onu duyursan, hiss edirsən. Bu ola bilər 5 dəqiqə çəkər, ola bilər 10 dəqiqə çəkər. Hiss edəyəsən. Amma durub onun qabağını almasan, o qazı bağlamasan, o sızıntının qarşısını almasan, 10 dəqiqə, 15 dəqiqədən sonra daha hiss etməyəcəksən. Elə deyil. Nəfəs boru tutacaq, biraz da keçdi, öldürəcək səni. Haqq belədir. İnsan əvvəl haqqı başa düşür. Bəl-insanu alə nəfsihi basira. İnsanlar özünə agahdılar. Sən bilirsən kimə qulluq eləyirsən. Bilirsən səhv eləyirsən. Bilirsən yanlış danışırsan. Bilirsən o qarşı tərəf düz deyir. Əgər sən qəbul etmiş olsan, təslim olmuş olsan, onda qapılar üzvə açılacaq. Yox, o qoxunu hiss edirsən, qaz qoxusu gəlir. Oturursan, qəbul eləmirsənsə, bunun qarşısını almırsansa, o səni boğacaq. Əvvəl hiss edirdin, bir müddətdən sonra hiss etməyəcəksən. Sən günahın qoxusunu hiss eləyirsən, onu durub qabağını almayanda yavaş-yavaş hiss etməyəcəksən. Qeybət eləyirsən, əvvəl hiss eləyirdin, qeybət yaxşı şey deyil. Yalan yaxşı şey deyil. İnsan günaha aluda olduğu qədər öz mənəviyyatını, paklığını əldən verir. Aluda olduğu qədər öz saflığını itirir. Bəni İsraillərə deyildi ki, siz o buzovun başını kəsin. O inəyin başını kəsin. Qalu ətəttəxiduna huzova. Sən bizi lağa qoyubsan. Qalə əuzu billahi nəkuna minəl cahilin. Həzrəti Musa dedi, mən cahil olmaqdan Allaha sığınıram. Cahillər məsxərə edərlər. Sonra başladılar nə etməyə? Qalu ud'u lana rabbaka yubayyin lana ma'i. Dedilər o inək nətər olsun. Allah onun xüsusiyyətlərini dedi. Sonra dedi, ma lavnuha, rəngi necə olsun? Safra'un faqun lavnuha, təsarrun nazini, sarı olsun. Bir təhər fəzəbəhuhə və mə kədu yəfəalun. Kəstilər o heyvanı kəstilər, amma kəsmək istəmirdilər. İndi iman gətirməlidirlər. Çünki o qatili Musa Peyğəmbər onlara tanıtdırdı, bildilər kimi öldürüb. İman gətirməlidirlər. İman gətirmədilər. Haqqı qəbul etmədilər. Görürsən, məsələ bundan sonra başlayır. Sümmə qəsəd qulubukum min ba'di dəlikə fəyyəkəl hicara əv əşəddu qasva. Sizin qəlbiniz bundan sonra daşa döndü və daşdan da möhkəm oldu. Haqqı qəbul etmək insanı izzətləndirər. İnsanı əziz edər. Haqqın yanında olmaq insanı möhkəm edər. Cəmiyyətdə, camiədə təsirli bir insana çevirər. Hörmət sahibi edər. Haqqı inkar etməkdə, qulaq ardına vurmaqda insanı zəlil eləyər. Birinci buradan başlayır. Qəlbin daşa dönəcək. Necə o qazın qoxusunu sən hiss elədin, durub onun qarşısını almadın. Günahın da qoxusunu hiss eləyirsən, onun qabağını almırsan. O günahı dözmək istəyirsən.
Günah o fəzada nəfəs çəkmək istəyirsən. O sənin ruhunu öldürəcək. Nə deyirlər? Qeybət məclisində oturmayın, yalan danışmayın, haram yeməyin. Bunlar insanın ruhunu öldürür. Gördün bu koronaya tutulanlar qoxunu hiss etmirdilər, dadı hiss etmirdilər. Düzdür? İnsan xəstələnəndə iştahası azalır. İndi xəstəliklər fərqlidir, xəstəliklərdən asılıdır. Koronada dad bilmə yox idi, qoxu bilmə, hiss etmə yox idi. Mənəviyyatca xəstələnən insanlar da dad hiss eləmirlər, qoxu hiss etmirlər və iştahası azalır o insanların. Onlar söhbət dinləmək istəməzlər, nəsiyyət eşitməzlər, hövsələləri olmaz, nə danışırıq? Allah Quranda buyurur, Allah birinə cəza vermək istəyəndə o ruhiyyəni alır ondan. وَلَا يَنْفَعُكُمْ نُصْحِي اِنْ أَرَدْتُ أَنْ أَنْسَحَ لَكُمْ اِنْ كَانَ اللّٰهُ يُرِيدًا يُغْوِيَكُمْ. Peyğəmbər buyurur, Nuh Peyğəmbər, əgər Allah sizin azmağınızı istəyirsə, mənim nəsiyyətim sizə fayda verməz. Yəni bir mərhələ var, Allah artıq möhür qoyur. Necə o insan da qazın qoxusunu hiss eləmir, bu insanda nəsiyyətin o dadını, o ləzzətini, o faydasını duymaz, hiss etməz. Bəni İsraillərin qəlbi sonra daşa döndü. Salavat şikirin Peyğəmbər var, Peyğəmbər. Fuzeyl İbn Ayaz adlı bir soyğunçu və quldur var idi. Quldur idi. Keçmişdə karvanlar hansı bir şəhərdən digər bir şəhərə ticarətə gedirdilər, mal aparırdılar bir şəhərdən digər şəhərə. İndi necə gedmirlər şəhərlərdən şəhərə, mal aparırlar, mal gətirirlər. Keçmişdə belə yox idi, polis yox idi, nəzarət yox idi. Bu Ayaz, Fuzeyl ibn Ayaz yolda durub dəstəsi ilə yolu kəsirdi, tacirlərin bütün mallarını alırdı onlardan, soyğunçuluq eləyirdi, soyurdu onları. Bir gün bir həyətə girirdi, bu ayəni eşitdi, Hədid surəsinin 16-cı ayəsini. Ələm yə'ni lillədiyinə əmənu, ən təxşə qulubuhum li zikrillah və mə nəzələ minəl haqq. Çox dərin bir ayədir. Deyir, vaxtı çatmayıb ki, sən Allahın zikrini qəbul edəsən və haqqı qəbul edəsən. Ələm yəni lillədinə amənən təxşə qulubuhum li zikrillah. Vaxtı çatmayıb ki, sənin qəlbin Allahın zikri üçün yumuşalsın və haqqı qəbul edəsən. Bu ayəni eşitdi. Elə deyir, çəpərin üstündeydi, dedi Allah, mən qəbul elədim. Mən qəbul elədim. وَلَا يَكُونُ كَالَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ. Özünüzdən öncə o kitab əhli kimi olmayın ki, zaman keçdi, bir müddət keçdi, haqqı qəbul etmədilər, onların qəlbi daha da daşa döndü. Bir müddət var, haqqı o müddətdə qəbul etmədin, onu Allah bilir. Ondan sonra qəbul edə bilməzsən. Allah möhür vurur da. 16-cı ayə Hədid surəsindən. Haqqı qəbul etmək doğrudur, çətindir, amma vacibdir. İnsan eşitdiyi həqiqəti qəbul eləsin. Mücadilə eləməsin.
haqqı başa düşəndən sonra, anlayandan sonra onunla müharibəyə çıxmasın. Əsas məsələlərdən biri də budur. Peyğəmbərlə, imamlarla vuruşan insanların problemi bu idi. Şümür haqqında çox eşidibsiniz, daha ən böyük canilərdən biridir. Şümür kim idi? Şümür o şəxs idi ki, Siffin döyüşündə Əli əleyhissalam tərəfindən vuruşurdu. Kimə qarşı? Muaviyyəyə qarşı. Siffin döyüşündə yaralandı. Qazi idi. O da ölsəydi biz ona nə deyərdik? Qəribə bir hadisələr baş verir. Bir ömür Həzrət Əlinin yanında olasan, Siffin döyüşündə Muaviyyəyə qarşı vuruşasan. Amma Kərbəlada Muaviyyənin oğlu Yezdin tərəfindən vuruşursan və bu böyük cinayəti törədirsən. Nə baş verdi, bu dəyişdi. Mən Şümür haqqında çox mütaliələr eləmişəm ki, səbəbi nədir? Bu Şümür niyə belə bu qədər dəyişdi? Pəhləvan oldu. Sıradan bir adam deyildi. Allah ona lənət eləsin. Amma niyə məlun oldu? Niyə bu cinayəti törətdi? Niyə bu qədər dəyişdi? Axı bu bir gün Həzrət Əli tərəfindən Muaviyyəyə qarşı vuruşurdu. Onun barəsində 3 mənfi xüsusiyyət deyirlər. Biridir, çox yeyən idi, qarınqulu idi, harda gəlirdi elə yemək yeyirdi. İkincisi, heç kimindən haqqı qəbul etməzdi. Heç kimdən. Öz dediyin deyərdi. Öz dediyin. Üçüncüsü də başqalarını aşağılayırdı, təhqir eləyirdi. Yuxarıdan aşağı baxırdı. Allahın xoşu gəlmir belə insandan. Sən qarınqulu olasan, digərlərini aşağılayasan, təhqir eləyəsən və haqqı qəbul etməyəsən. Öz dediyini təkcə deyəsən. Lazım olan yerdə demirlər. Məzlum müqabilində deyirlər, dirənirlər. O Şümrün deyirlər, problemi bu idi, haqqı qəbul etməmək. İnatkar, bildin düz deyir, qəbul elə haqqı. Buşru Hafi adlı bir hörmətli şəxsiyyət vardır. O İmam Musa Kazım dövründə yaşayırdı. Sonra da bu cəmiyyətin bir hörmətli, izzətli insanına çevrildi. İmkanlı insan idi, məclislər qururdu, haram məclislər, insanları çağırırdı, oynayırdılar, şərab içirdilər, işrət məclisi qururdu. Bir gündə İmam Musa Kazım ağa keçirdi, gördü səs gəlir, bildi haram məclisdir, yığışıblar, oxuyurlar, içirlər, qadın kişiyə, kişi qadına dəyib bir-birinə. Qarışıb qadın kişi. Keçəndə gördü bir qadın, kəniz, qapıda zibil boşaldır, dedi, bu ev qulun evidir, yoxsa azad bir insanın evidir? Dedi, əlbəttə bu azad bir insanın evidir. Görmürsən belə dəbdəbəli, indi mən öz ifadələrimdə deyirəm. İmam getdi, bu qayıtdı, Buşr ondan soruşdu. Buşr İbn Aris sonra məşhur oldu Buşrul Hafi. Hafi ayağı yalan insana deyərlər. Dedi, sən niyə gec gəldin? Dedi, bir nəfər keçirdi, məndən soruşdu ki, bu qulun evidir, ya azad bir insanın evidir. Mən də dedim, əlbəttə azad bir insandır. O başa düşdü, o nə deyir? Və bildi, bu söz kimin sözüdür? Qaçdı dalayıca. Və sonra hidayət oldu. Hələ yazırlar barəsində həmişə deyir, ayaq yalın gəzirdi. Deyir, mən Allahın dərgahına ayaq yalın getmişəm, ona görə geyinmirəm. Axıra qədər də geyinməyəcəm. Və öz dövrünün ən
təqvalı insanlarından biri olur. Bəzi şeylər var, biz onları bilmirik. O arxadan nə var? İnsanın gərək paklığı ola, belə bir vəziyyətdən boşrəhafi olasan. Nəsə naqisliyi ola ki, Siffin döyüşündən çıxasan, gedib şümür olasan. Biri gəlib hidayət olur, haram məclisindən çıxıb, boşrəhafi olur. Biri də Siffindən çıxıb, Kərbalada o cinayəti törədir. Bunlar hamısı qayıdır insanın daxilinə. Bu mənfi xüsusiyyətləri dedim, başqalarını aşağılamaq, yuxarıdan aşağı baxmaq, haqqı qəbul etməmək, təkcə öz sözünü demək, nə yeyirsən, hansı süfrədə çörək yeyirsən, buna baxmamaq, bunların sonra problemləri çıxır üzə. Sən halal haram arasında fərq qoymalısan, nə yeyirsən sən? Bunların təsiri var. Bələm Bağura barəsində eşidibsiniz. Bu, Bəni İsraildə bir böyük alim idi. Barəsində ayə nazil olub Quran-ı Kərimdə. Alimran Ənfal surəsinin, Əraf surəsinin 75-ci ayəsi, 175-ci ayəsində Allah Teala buyurur, Əraf surəsi 175-ci ayə. Vətlu aleyhim nəbə'əlləzi ətəynəhu ayatina. Ayə verdiyimiz şəxsin barəsində oxu. Ona kəramət vermişdi Allah. Bu ayənin təfsirində İbn Kəsir, Əhl-i Sünnə alimi deyir ki, bu ayənin təfsirində La yes'alullaha şeyən illə atahullaha iyyah. O Allahdan nə istəyirdi, Allah ona verirdi. Nə tərsə bu, gəldi düşdü Fironun təsiri altına. Firon dedi, sən get, dua elə Allah Musanı məhv eləsin. Məğlub eləsin. Baxın, nə qədər proseslər gedir, ha. Sən bir məqama yüksəlibsən, elə bir yerə gəlib çatıbsan ki, Allah deyir ki, biz ona haya vermişdik, kəramət vermişdik. Sonra da gəlirsən, Fironun təsiri altına düşürsən. Bu ayəni Allah niyə nazil elədi? O, Bəni İsraildən olan alimin əhvalatını Allah Quranda niyə nəql edir? Sahabələr üçün. Sahabələrin də əksəriyyətində belə bir düşüncə var idi ki, biz Peyğəmbərin yanındayıq, onunla müharibədə biri olmuşuq, çətin günlərdə yanında olmuşuq, biz aza bilərik. Bu fikirlər, bunların fikirlər başında fırlanırdı və dilindən də bəzən cari olurdu. Allah ki, bilir, qəlblərdən agahdır. Allah Bələm Bağuranı onlara xatırlatdı. Dedi, sizdən qabaq bir şəxs var idi, biz ona hətta ayələr vermişdik. Əhl-i Beytdən savayı bugünkü müsəlmanlar heç kim deyə bilməz ki, hər hansı bir sahabəyə ayə verilmişdi, kəramət verilmişdi. Amma buna kəramət də verilib. Allah deyir, mən buna kəramət vermişdim. Bu azdı. Düşdü Fironun təsiri altına. Allah Quranda deyir, fəmətəluhu kəmətəlil kəlb. O itə bənziyir. O itə bənziyir. Deyir, gəldim indi uzun qulağa. İstəyirdi gedə o dua etdiyi o məkana çata, orada otura dua edir. Nə qədər heyvanı vurdu, bunu İbn Kəsir təfsirində yazır. Heyvan hərəkət eləmədi. Sonra deyir, heyvan dilə gəldi ki, sən istəyirsən, mən Musaya qarşı çıxım, Allahın Rəsuluna qarşı çıxım, ona qarşı addım atım, mən addım atmarım. Bu siz nə deməkdir? Bu deməkdir ki, insan haqqı inkar eləyəndə, qəbul etməyəndə elə bir vəziyyətə düşür ki, eşşəyin anladığını da anlamır. Uzunqulaq başa düşür ki, Allaha qarşı çıxmaq olmaz, o anlamaz. Quran, bir bu alimə deyirsən, itə bənziyirsən. Bir də Bəni İsrailin digər alimlərinə deyir, siz ulağa, uzunqulağa bənziyirsiniz. Cümə surəsində. Nə deyir Cümə surəsində? Cümə surəsində deyir,
Məsəlullezine hummilut Tevrata thumma lam yahmiluha kemeselil himari yahmilu asfara. Tövratı bilib əməl etməyənlər belində kitab daşıyan uzunqulağa bənzəyir. Nə olsun onun belində kitab var, sənin də başında kitab var. Əgər əməl eləmirsənsə, qəbul etmirsənsə, sən elə o uzunqulaq kimsən deyir. Baxın, birinə deyirsən, itə bənzəyirsən, digərinə də uzunqulaq. Bunları təhqir eləmir. Quranda təhqir yoxdur. Deyir, elə sən, həqiqətən sən uzunqulaqsan. Sən kitabı biləsən, Quranı anlayasan, Tövratdan xəbərin ola, amma ona qarşı çıxasan, bu ancaq heyvana məxsus olan bir hərəkət ola bilər. İnsan haqqı bilib qəbul etmirsə, zaman o vəziyyətə düşəcək. Necə ki, qoxunu hiss elədin, durub bunun qarşısını almadın. Bir gün gələcək, hiss etməyəcəksən. Və o səni boğacaq. Ya haqqı qəbul etsən, sənin üçün yeni qapılar açılacaq. Əleyhissalam deyir, Mən amilə bimə alimə. Hər kəs bildiyini əməl eləsə, vərithəhullahu ilmən mə ləm ya'ləm. Allah bilmədiklərini ona öyrədər. Bildiklərə əməl eləsən, bilmədiklərə sənə öyrədərəm. Qapı açaram sənin üçün. Görərsən ki, mən başa düşürəm ki, mən anlayıram. Mənim üçün yeni qapılar açıldı. Əməl eləməsən, o vəziyyətə düşəcəksən. Qəbul etməsən, o heyvanlarla bir sırada duracaqsan. Qəbul etmiş olsan, qapılar üzvü açılacaq. Salavat zikirli Peyğəmbər və Ali Peyğəmbər. İnsanın izzətli olmasının əsas amillərindən biri də haqqı qəbul etməkdir. Ən ümdə amildir bu. Haqqı qəbul etməsən, izzət tapa bilməzsən. Hədislərdə var, hər kəs haqsız olaraq cəmiyyətdə hörmət sahibi olsa, onun ziyanına tutaracaq. Ondan zərbə alacaq. Bu üçüncü amil. Dördüncü amil şücaətdir, cəsarətdir. Qardaşım, bizim imamlarımızın xüsusiyyətlərindən biri şücaətdir. İmamlar özü deyir. Deyir, Allah bizə bir neçə xüsusiyyət verib, fəsahət, söz ustaları idilər, söz sərrafları idilər. Nəhcül Bəlağaya adam baxanda dəhşətə gəlir. Mən kiməm? İbn-i Mülcəm, İbn-i Əbil-Hədid deyir, mən xütbəni oxumuşam, bir xütbəni deyir, səcdə edirəm o xütbə oxuyanda deyir, səcdə edirəm. Özü əhl-i-sünnə alimidir, ədibdir, ədəbiyyatçıdır. Deyir, mən o xütbəni oxuyanda səcdə edirəm, deyir. Fəsahət onlara məxsusdur. Səxavət, elm, helm, imam barədə danışır, Əhl-i-Beyti tanıtırıb, bu barədə mən xütbələrimdə demişəm, cümə xütbələrində danışmışam. Bir xüsusiyyətlərdə şücaətdir. Sən şiə olasan, imamın davamçısı olasan, səndə şücaət olmaya, demək sən qüsurlusan, sən naqissən. Bizim şücaətimiz onların şücaəti ilə müqayisə olunmaz. Amma gərək toxumluq ola da, öz çəkində görə sənin şücaətin ola. Qorxaqlıq bizə yaddır. İmam buyurur ki, Allah bizə elm verib, helm verib, səxavət verib, fəsahət verib, deyir, şücaət də verib, bir də möminlərin qəlbində deyir, məhəbbət bizə qarşı var. Bunlar olsa, əlbəttə məhəbbət olacaq. İndi sən də deyirsən ki, mən İmam Əlinin şiəsiyəm, 12 imamın davamçısıyam. Onlar bu xüsusiyyətdə idi. Sənin şücaətin yoxdursa, deməli,
Qüsurlusan. İndi hələ elmdən söhbət gedir. İmam əvvəl deyir, elm verib bizə. Nə qədər elmin var? Helm verib. Nə qədər helmin var? Səxavət, fəsahət, şücaət hərəsindən çoxumuz olmalıdır. İmam Əli əleyhissalam buyurur, "Əş-şücaətu əhədul izzeyn." Şücaət izzətin bir hissəsidir. İki izzətdən biridir. Sonra deyir, "Vəl-firaru əhədul zulleyn." Qorxaqlıq, fərarilik zillətin biridir. Xanım Zeynəb salamullah aleyhə haqqında danışır. Baxın, nə qədər insan şücaətli olsa, əhl-i beytlə onu müqayisə etmək mümkün deyil. Kişiləri ilə yox, hələ xanımları ilə müqayisə etmək mümkün deyil, düzgün deyil. Cəmiyyətdə biz görürük də, danışır, bəziləri danışır, haqqı deyir. Görürsən, bir hadisə oldu. Yəni, tutmaq istəyirlər, bir problem yarandı. Çoxu qorxur. İndi görsə ki, vurub öldürdülər, daha çox qorxacaq. Görsə ki, yox, adamın özünü də, o danışanın özünü də öldürürlər, ailəsini də öldürürlər, ümumiyyətlə qorxacaq. Xanım Zeynəb salamullah aleyhanın gözünün qarşısında 72 nəfəri qətlə yetiriblər. Sahabələri qətlə yetiriblər, qardaşlarını, qardaşının övladlarını, 6 aylıq uşağı hamısını qətlə yetiriblər. Sonra da at çapıblar üstlərinə. Gəliblər Kufəyə, əsir gətiriblər Kufəyə. Kufəlilər tənə vurur, rişxənd eləyirlər. Sən Kufənin o Darül İmarəsində çıxasan, xütbə oxuyasan. Elə bir xütbə oxuyur ki, mən bu çıxışımdan qabaq o xütbəni biraz oxuyurdum. İnşallah sonraki gecələrdə biraz o xütbələrə toxunaram. Qadın, sən nə qədər şücaətli olmalısan, nə qədər iradəli olmalısan ki, bu qədər faciələrdən sonra sən öz bitirməyəsən. Sən çıxasan Kufənin o dırnaqarası rəhbərinin qarşısında, onun vəzirinin yanında, o sarayda çıxış eləyəsən. Nə qədər buna şücaət istəyir? Nə qədər cəsarət istəyir? Bir müqayisə eləyin. Bir təsəvvür eləyin. Sonra da gedir Şama, Yezdin qarşısında da elə. Niyə ağlayırsınız küfərlərə deyir? Siz nə deyir sevinirsiniz? Əvvəl sevinirdilər, rişxənd eləyirdilər. Deyirsiniz, elə bilirsiniz ki, qələbə qazanıbsınız. Elə bilirsiniz ki, hədəfinizə çatıbsınız. Yox, deyir, bu bir mübaribədir, mübarizədir, qalib biz idik. Mən gözəllikdən başqa bir şey görmədim burada. İradəsini itirməyin. Deyir, sizin cəzanız bu dünyada da var, ahirətdə də olacaq. Allah deyir, cəzanı təxir salmaqdan məqsədi gücsüzlüyü deyil. Allah deyir, təxirə saldı ki, insanları imtihan eləyə, sizə də möhlət verə. Allah deyir, onu təxirə salmaqdan qorxmur, çünki onun həmişə qüdrəti var və intiqam ruhiyyəsi var. Elə bir çıxış eləyir, deyirlər, bu kimdir belə çıxış eləyir? Ərəb ədiblərindən biri deyir ki, xanım Zeynəb salamullah aleyha çıxış eləyəndə bir kör ərəb deyir ki, mən Əlinin deyir, xütbəsini dinləyirəm, Əlinin səsi gəlir. Cümlə quruluşları Həzrət Əlinin cümlə quruluşlarına oxşayır.
bir xanımdır. Həzrət Əlinin evində böyüyüb. O tərbiyəni görüb. Bu qədər faciə görəsən. Təlli Zeynəbiyyəyə gedibsiniz, o təpənin üstündə. Orada xanım Zeynəb qalmışdı. Görürdü ki, necə şümrüb İmam Hüseynin sinəsi üstündə oturur. Bir bacı üçün nə qədər ağırdı bu? Nə qədər ağırdı? Xanım Zeynəb salamullah aleyha görürdü ki, imamın başını bədəndən ayrırlar. Özünü itirmir. Ona verilən əmri də pozmur. Oradan qabağa getmir. O bilir onun missiyası var. O missiyanı yerinə yetirməlidir. O Kərbalanın görən gözü idi, danışan dili idi. İmam Zeynul Abidin Kərbalanın görən gözü idi, danışan dili idi. Onların məsuliyyəti var idi. Bizim xanımlarımız olsaydı, kişilərin tez özünü atardı, mən dözə bilmərəm, gedərdi, onu da qətlə yetirərdilər və Kərbala da orada bitərdi. O səhnələri görüb, gələcək nəslə çatdırmaq lazım idi. O dövrün insanlarına çatdırmaq lazım idi. Ona xanım Zeynəbin ağlı lazımdır. Mənim vəzifəm orada qaçıb, özünü ölmə vermək deyil. Mənim vəzifəm Kərbaladan sonra başlayır. Bu həqiqətləri insanlara çatdırmalıyam. Və gəlir zalimların, ona rişxət eləyənlərin qarşısında durur, xütbə oxuyur, çıxış eləyir. Və onların abrını aparır. Və əgər İmam Zeynul Abidinin, xanım Zeynəbin çıxışları olmasaydı, Kərbaladan sonra Kərbala həqiqətlərini onlar insanlara açıqlamasaydılar, Yezidin iç üzünü, onun ətrafdakılarının həqiqi simasını açıb ifşa etməsəydilər, Kərbala bugün bizim əlimizə çatmazdı. Allahın iradəsi bundan ibarətdir. Ona görə xanım Zeynəbin vəzifəsi çox böyükdür. Biz belə bir şəxsiyyətlərin davamçılarıyıq. Gərək şücaətli olaq, gərək şuurlu olaq, səbirli olaq. Helm var, elm var, səbir var, cəsarət var. Ona görə də Kərbala bir məktəbdir. Bugün bizim əlimizə bu məktəb çatıb. Dünya artıq bunu hiss eləyir. Bir tərəfdə zalimlar durub, digər tərəfdə məzlumlar. Məzlumlar İmam Hüseynin məktəbindən, bugün Kərbaladan ilham alırlar. Bugün Kərbala bayrağı dünyanın hər yerində dalğalanır. Hər yerində. Millətindən, dinindən asılı olmayaraq qaldırırlar. Çünki zalim var. Məzlumlara bir məktəb lazımdır, bir bayraq lazımdır. Zülmə qarşı sona qədər dirənən, dirəşən, hər şeyindən keçən bir məktəb lazımdır. O da Kərbala məktəbidir. O da İmam Hüseyin bayrağıdır. Ona görə də zalimların o sarayları titrəyir. Onlar hiss eləyirlər bunu. Görürlər ki, gəlib Amerikanın öz böyük şəhərlərində rəhbərin şəklini asırlar. Ya Hüseyin şüarları verirlər. Fələstinə azadlıq şüarlarını verirlər. Bu elə-belə deyil. Əvvəl inqilab zehinlərdə, fikirlərdə, beyinlərdə gedir. Bu beyinlərdə bugün inqilab gedir. Dəyişiklik gedir. Təsadüfüdür bugün İmam Hüseyin məktəbinin davamçıları, alimləri, o məktəbə mənsub olan mücahidlər məzlum Fələstin xalqının yanındadırlar. Allah göstərir dünyaya, müsəlmanlara ki, ay insanlar anlayın, anlayın ki, bu məktəbin tələbələri, şagirdləri, İmam Əlinin sevgisini daşıyan qəlblər sizin üçün ağlaya bilər, sizin yanınızda ola bilər. O qəlblər sizin qəlbinizlə döyünə bilər. Bunu dünyaya Allah göstərir. Bu təsadüfi deyil. Bu məktəb xanım Zeynəbin məktəbidir. Bu məktəb İmam Zeynul Abidinin məktəbidir. Şücaət məktəbi. Bizim şücaətimiz olmalıdır. Şücaətin də növləri var. Elmi şücaət olmalıdır. Əxlaqi şücaət olmalıdır. Bir də hərbi şücaət. Birinci elmi şücaətdir. İndiyə qədər qərb dünyası
təbliğ eləyirdi ki, xüsusilə İran inqilabından sonra. Dedilər, təbliğ etdilər ki, inqilab olub bunlar insanları aparacaqlar keçmiş nəsilə, geriyə aparacaqlar. İnsanları savadsızlığa sürükləyəcəklər. Din adamı deyir, geriyə saxlayacaq, geriyə aparır. Sonra gördülər, ya bunlar atom hazırlayırlar. Bunlar inkişaf edirlər. Nanotexnologiyada, dünyada 5 inkişaf etmiş ölkələrdən biridirlər. Raketdə bunlardan qabağa keçirlər. Yox, başlayaq bunlar nə qarşısına alaq. Bə, dünən deyirdin, din olsa, mənəviyyat olsa, elm inkişaf eləməyəcək. Bu təsadüfi deyil. Allah Fironu Musanın özü ilə yox, onun bir əsası ilə məğlub elədi. Firon kimdir ki, Allah Musanın özü ilə onu məğlub elədi? Onun əsası ilə hələ onu məğlub elədi. Allah İmam Zamanın, ağanın əsası ilə bunları məğlub eləyər. Biz ağanın əsalarıyıq. İmam Zaman ağanın əsası bunları məğlub eləyər. Ağa gələ... Muhammed və Ali Muhammed. Allahümme salli ala Muhammed və Ali Muhammed. Bunlar gördülər, yox, bunlar nanotexnologiyada qabağa gedirlər, atomda, silahda, sursatda bugün insanlara təsir etməkdə, müsbət təsir olaraq insanların zeynində, fikrində dəyişikliklər gedir. Bunlar Fələstinə azadlıq deyirlər. Bunlar məğlub olurlar. Hər bir fitnəyə, hiləyə əl atırlar. Bizim sayımız azdır, amma işimiz çox böyükdür. Sayımız az olarlar. Bu böyük işi görmüşük, bu Allahın lütfidir. Allah bizə də demək istəyir ki, bilin, mən Quranda demişəm, bu siyonistlər möminlərlə düşmən olarlar. Onlar sizinlə düşməndirlər, siz möminsiniz. Dünyaya çatdırıram ki, siz möminsiniz. Bunlar da siyonistdirlər. Və sizə də deyirəm ki, öz qədrinizi bilək. Biz öz qədrimizi bilməliyik. Bilməliyik ki, hansı yolda, hansı istiqamətdə hərəkət edirik. İzzətli olmaq üçün dua etmək lazımdır, tox olmaq lazımdır, haqqı qəbul etmək lazımdır və dördüncüsü də şücaətli olmaq lazımdır. Allah bizi şücaətli möminlərdən, müsəlmanlardan qərar versin. Allah sənə and verirəm izzət və cəlalı və əhl-i beytin hörmətinə. Aqibətimizi, axirətimizi xeyirli eylə ginə. İmanımızı, ixlasımızı kamil eylə ginə. Məclisə gələn ana bacılarımızın, bu qardaşlarımızın qəlbində Allah hacətlər var, istəklər var, qəlblərdən sən agahsan, hacətlərini rəva eylə ginə. Ruzilərini halal bol eylə ginə. Övladlarına bərəkət ver ginə. Müşküllərini həll eylə ginə. Övladı olmayanlara övlad bəxş eylə ginə. Evi olmayanlara ev əta eylə ginə. Xəstəsi olanlara şəfa inayət eylə ginə. Allahım həbsdə olan qardaşlarımızı izzətlə azad eylə ginə. Məzlum Fələstin xalqını qalib eylə ginə. Allahım sənə and verirəm izzət və cəlalı və əhl-i beytin hörmətinə. Alimlərimizi, rəhbərimiz başda olmaqla pənahında hifz eylə ginə. Allahım sənə and verirəm məzlumların ah naləsinə, Kərbalanın hörmətinə, Qur'anın hörmətinə, bu dərgahıva qalxan əllərin hörmətinə, ağanın zuhurunu təcil eylə ginə. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.